Bayram namazı ilə cümə namazı üst-üstə düşəndə necə olacaqdır? Hənəfi və Maliki fəqihləri hər iki namazın da qılınması lazım olduğunu söyləyir. Şafeilər isə əgər uzaq kəndlərdən gələnlər varsa, uzaq kəndlərdən gələnlər bayram namazını qılmışlardırsa, cümə namazına gəlməyə bilər, deyirlər. Həmçinin həmbəlilər də bu görüşdədirlər ki, əgər iki namaz üst-üstə düşərsə, bayram namazını qılanlar cümə namazına gəlməyə bilərlər. Amma bu o demək deyildir ki, bayram namazını qılmayan kimsə də cümə namazına gəlməyə bilər. Həmçinin Həzrəti Osmanın dönəmində Həzrəti Osman Mədinədən, kənardan gələnlər, bayram namazına gələnlərə icazə vermişdir ki, bayram namazını qılındıqdan sonra getsinlər və cümə namazına iştirak etməməyə icazə vermişdir.